Herkesin Kutapçı olarak tanıdığı TikToker Nermin, Qazi olan yoldaşı Elnur hakkında onunla necə tanış olmaqla bağlı canlı yayında məlumat verib. O, kimsenin Elnur'u qəbul etmediğini, Elnur'a bakıcı olarak gittiğini ve Elnur'un bu sözü karşısında ona eşq elan edildiğini bildirib. Buyurun, kadrları detaylı şekilde size təqdim edirəm. Qardaş, deməli mən 2015-ci ilin may ayında saat 3-4 radələrində baldızımın oğlu məni qarşıladı razində, gətirdi Elnur dayısının yanına. Dayısı dedi, mənə baxıcı lazımdır. Az güldürmün də, o söhbət vereyim. Deməli, baxıcı. Bazı elə bilərsiniz, cadügar zad, amma baxıcı elə yox, qulluq eləmək üçün. Mənim bacım da tezə qaçmışdı. Mən Elnur'a baxdım, Elnur mənə maaş verirdi. Və mən günlərin bir günü Elnur bəyə sual verdim, niyə evlənmirsiniz? Dedi, anam hansı qapıya gedir? Deyirlər, oğlun şikəsdir, sən oğlan qız vermirik. Və mən o gündən sonra Elnur bəyə eşq elan etdim. Və biz çox gözəl, xoşbəxt olduq. Bacı, biz kəbinimiz oldu, zaksımız oldu. Qızım 4 aylıq yarım bətnimdə getdik, çıxdıq Xoşqədəm Hidayət qızının verilişində toyumuz oldu. Toyudu qardaşımın, odu tacı başımın. Niyə yoxdur bacı? Mən bəyəm demişəm, ərimi yetimxanadan götürmüşəm. Mənim ərim Çalvada, Ağsuyun Çalva kəndində doğulub, böyüyüb, boya başa çatıb, əfəndi evlərdəndir, əslinin nəslini tanımışlardan, babalığı övliyadır, Hacalı əfəndi. Qurban olum, ay qız, nə olub ki? Şükür Allaha. Mən bəyəm demişəm, ərimi yetimxanadan götürmüşəm. Qaynım var, baldızım var. Hə, sizinkilər var, nə işimizə yarayıb? Hə, bacı, bayaqdan qaynananı burada pisləyirdiniz ki, topa güdüyə tutmuşdunuz qaynananı. Hə? Yazırdınız, qaynanamın bürcü ilandı. Prosta sən mənə deyirsən ki, bunu at maşına, atma maşına, maşın istidir. Xaladenkdə də qalır, mən bunu gündə işdə yemək yeyəndə, abed eləyəndə atıram ən azından. Mən məcburən evə gələndə ancaq yadıma düşür, bir dənəsini qəbul edirəm. Çox qəşəkdir. Bədənim o qədər yumşalıb. Kollagen içəndə həmişə yadınızda saxlayın. Bacardığınız qədər yarım litr su için kollagenin üstündən. Göstərə bilmərəm, spam gedir. Xeyr, bu şey deyil, dərman deyil. Balıq tərkiblidir, omega 3. Amma çoxdur. Həqiqətən də özəlliyi çoxdur. Çox gözəldir. Bir mənalı olaraq, yəni o reklam deyil, mən onun pulumdan almışam. Uşaqlarım da atır, onun balaca cecik olanın. Saçım saçım qaynaqdır. Saçımı kimə yığdırmışam? Sumqayıt şəhərində Mərkəzi Plaza 3-cü mərtəbə 304-cü otaq. Əsmər Beauty-də Əsmər xanım. Dırnağımı da Günayım eləyib. Günay bundan ikinci dəfədir mənim dırnaqlarımı eləyir. Çox da razıyam. Hətta bu pandanı mənim üçün vaxtı stəkanın üstündən çəkdi. Bildiyiniz belə bir çaşqaydı. Çaşqanın üstündən vaxtı əlimə çəkdi. Stiker yapışdırmadı, yəni bir sözlə. Yaxşı, sağ ol, sən necəsən? Ayda nə olar? Mən yadıma salarsan da canlıdan çıxım səni geri dönüş eləyəcəm. 11 günə gəlir də, 11 günə hardasa bilmirəm, həftənin sonu düşünürəm. Eliş Bakıdadır. Eliş getsə mən də ondan deyəcəm sən balam. Xeyr, Sibir məhsulu deyil. Yanan uşaq yaxşı şükür, düzəlir. Sırğan buşteriya. Elnur hanı? Elnur Anovun yanında. Aton rayona getmişdi, Anun tək idi, göndərdim yanında qalsın. Nə evə lazımdır Elnur hanı? İşin gücün yoxdur, sən user. 12-34, yoxdur işin gücün. Bunu az nə bilim səhvə göndərib. 3-4 manat olar da neçə olar ki? Əcəb edirsən, nə edirsən? Ay bacı, Quran haqqı, mən həyatı kiməsə acıq vermək üçün yaşamıram, zövq almaq üçün. Mənim 30 yaşım var, qurban olum.
Mən bugün siz qıcıq olacaqsınız deyə yaşamamaq haqqım yoxdur. Əksinə mənim yaşamaq haqqım var. Dodağımda çox cüzi dolğu var. Sadəcə mən dişimi sökdürmüşəm, alt dişimi. Baş üstə, baxıram. Baş üstə. Mən alt dişimi sökdürmüşəm deyə ona görə onunla bağlı mən biraz şişkinliyim var. Çünki bilirsiniz ki, dolğu, təsəvvür edin, dodağımı dolğu elətdirdim, gəldim şeyə, dişimi sökdürdüm. Gicəmdə dolça bürcləri elədir də, yəni nə girdisə ağlı var, sən onu eləməlisən. Bir saniyə gözləyin, gəlirəm. Bir saniyə gözləyin, gəlirəm. Bir saniyə gözləyin, gəlirəm. Bir saniyə gözləyin, gəlirəm. Ona qaldı kofta şeydə. Kofta qaldı. Kofta qaldı. Kofta qaldı kassada. Bugün fikirliydim. Nə halda olduğumu yaxşı bilirsən. Bayaq mən Bərdədən kim qonaq çağırırdı? Bacı, mən özümü qonaq çağırırdınız, yoxsa oğlumu gətirib Bərdədə sünnət eləməyimi? Qur'an and olsun, keyf sizi. Yaxşı, mələk necədir? Yaxşıdır, şükür İska. Təşəkkür eləyirəm. Salam, əleyküm salam. Canan Sadiq, çox sağ olun. Sərsərdən taxt döşəyini çıxardıb atmışam qırağa. Bu günlər uşaqlar matrasda yatır. Bir dənə adam demir ki, mən orada balkonda bizim taxt döşəyimiz var. Saat neçədir? 11. Bərdədəyəm, Bərdə. Oy, ay qız, mebel qalar indiyəm, amma oradan bir də bıçaq ver də zəhmət olmasa. Çıxartdım arxivdən. Çox sağ olun, necəsiniz, nuş olsun, sağ olun. Nə bildin? Həqiqi, baxımda bir dənə. Skrin elə də. Yeganə həyət bizim həyətdir ki, insanlar saat səhərə qədər ayaq üstə qalırlar. Bir də xoşum nəyə gəlir? Hava alırsam, Ali, qurban olub. Qışqıra-qışqıra danışmaq nə deməkdir? Saçımın rəngini bilmirəm, Əsmər xanımıyım. Çəkib atarsan mənə nə yazdığını.
Adam rayona gedər. Rayonda kilas yeyərsən, nə bilim şaftalı yeyərsən. Həyatda ən böyük, ən çox sevdiyim nədir? Ərik. Əriyi o qədər çox sevirəm. Amma o belə sarı sıradan ərik yox olur. Belə qızarmış ərik yox. Sarı əriklər olur, yekə-yekə şirin. Qoxusunda içivə alırsan. Bax, o ərikdən, bacı, yeyək də nə olar? Allah alırıq. Valla mən hər gün evə, mənim oğlum dəhşət meyvə yeyəndir. Dolça üzvləri bilirsiniz də, meyvə xəstəsi olur. Qadın, kişi fərqi yoxdur. Hə, ay Allah, mən oğlum balıqdım amma. Oy Allah, ay Allah, ay Allah. Bütün gün arvadım mənə gəlib deyəcək ki, oğlum mənə xəyanət eləyib. Balıq bürcü, qədər, sürüşkən, şor, göz bürcü yoxdur. Anam da elədir. Yo, mən meyvə xəstəsiyəm. Bizim evdə hər gün meyvə yeyilməlidir. Amma nə olsun, tapa bilmirəm axı. Yoxdur. Əriyi nədir, qaysı? Sən nə bürcüsən? Yoxdur bürcüm, bacı mənim. Dolça, xoşlayır, sərin, egzotik. Gəlin qonağım olun. Harada olursan bacı, nə olar qonaq çağır da məni, xahiş eləyirəm. Qoç bürcüyəm, çox gözəl. Ay Allah, salyan növbət olsaydı, ay qız qonaq görsə. Hə, Eliş, nə olar demə elə. Demə, qurban olum, göz nəzər dəyər. O axtarışdadır bacı. O bir dəqiqə mənə tələ qurmaq axtarışındadır. Hələ sənə bir dəqiqə WhatsAppda bir şey yazacam, ölüb gedəcəksən gülməkdən. Amma yadıma salarsan. Mən də dolçayam. Sepi tapdım. Yaxşıdır, çox sağ olun. Siz necəsiniz? Salyanla batır. O salyanlıyam da özüm. Biz onu özümüz hazırlayırıq. Prosta mən bina evində qalıram deyənə istidir. Onu biraz... Hə, ay sağ ol. Bəli, Eliş. Yo, amma yadıma salarsan sənə bir də söz deyəcəm. Öləcəksən gülməkdən. Bəxtsiz də olsam. Boş ver. Pirsing qızıldı ayda. Pirsing dedin yadıma düşdü. Bugün burnumu değiştirməyə gedəcəkdim. Vaxtım olmadı. Bu qızıldı bir dənə. Bunlar hamısı buşteriyadır. Bir də dolça bürcü qızıldı. Düşüyor. Həyatı boyu buşteriya taxmağı sevməmişəm. Ömür boyu. Tamam aşkım, bir damcı olsun belə həvəsim olmayıb buşteriya taxmağa. Əliyev, buradasan. Çox sağ olun, siz necəsiniz? Canlı niyə açmırdım? Açırdım, niyə? Oğlaq bürcü necə bürcüdür? Bürcülər haqqında məlumatım yoxdur. Yaxşıdır, çox sağ olun. Yaxşı, siz necəsiniz? Uşaq burada deyil ki, evlərindədir. Uşaq 2-3 gün bizdə qaldı. Uşağın evinə işindən nə gəlib bacım? Getdim qızlar, öpürəm sizi. Digər səhifəyə keçirəm. Deməli, yazırsınız bu trendmal gəlirsiniz ora. Hələlik. Yuxladım iyi. Nə olar, bir də yuxum gəlməsin. O qədər iş görmüşəm bugün evdən. Trendmal yazın, gəlin ora. Hələlik.